Bugün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola salınıb. Bakı şəhərindən Bərdə, Tərtər və İsmayıllı rayonlarından ümumilikdə 20 ailə doğma yurduna qayıdır. Yurt həsrətinə son qoyulan sakinlərin həyəcanını bölüşənlər arasında əməkdaşımız Şöhrət Eyvazov da var. İndi biz ətraflı məlumat üçün Tərtərə bağlanırıq. Salam Şöhrət, buyurun, eşidirik sizi. Salam Elnara, mən səni və tamaşaçılarımızı Tərtər rayonunun girişində Bayraq Meydanı adlanan ərazidən salamlayıram. Bir neçə dəqiqə bundan əvvəl buradan dediyiniz o 20 ailə Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış və nisbətən daha çətin şəraitdə olan, belə deyək, keçmiş məcburi köçkünlər bax bu ərazidən, demək bu yolla, bu istiqamətdən Ağdəriyə, Həsənriz kəndinə yola saldılar. Bu yolun başından demək Suqovuşana gedir yol və Suqovuşandan da Sərsək gölündən keçməklə Sərsək gölünün ətrafından, daha doğrusu lap ortasından keçən Umudlu yolu ilə təzə çəkilmiş, bərpa edilmiş Umudlu yolundan keçməklə Həsənriz kəndinə yol var. Bir neçə dəfə biz keçmiş məcburi köçkünlərlə bu yolla, onlarla birlikdə Həsənrizə getmişik və bugün köçən 20 ailə ilə birlikdə artıq orada 90 ailə məskunlaşdı və bununla da 307 soydaşımız keçmiş məcburi köçkün öz yurduna qovuşubdu. Bunu da bildirmək istəyirəm ki, biz müsahibələr dalmışıq. Yəqin növbəti buraxılışlarda sizə təqdim eləyəcəyik. Hamıda yurt sevgisini, o həyəcan tam əks olunub təmin müsahibələrdə və bir anonsu da bildirim ki, yəni ən yaxın zamana Ağdamın Xıdırlı kəndinə, Ağdam rayon mərkəzinə, Xan kəndinə, Ballıcıya davam eləyəcək köç və eləcə də Həsənrizin özünə köçlər davam eləyəcək. Bizimlə qalın və biz bu köçlər haqqında sizə ətraflı məlumatları verməkdə davam edəcəyik. Təşəkkür edirik Şöhrət, ətraflı məlumata görə.